Müstəmləkəçilik mövzusu Bakıda yenidən gündəmə gəlib. Paytaxtda Belçikanın müstəmləkəçilik irsi və təzminat məsələlərinə həsr olunan beynəlxalq konfrans keçirilir. Belçikanın Mərkəzi Afrikadakı müstəmləkə idarəçiliyi regionun tarixində dərin izlər buraxıb. Konqo Demokratik Respublikası təxminən 75 il Belçikanın nəzarət altında olub. Ruanda və Burundidə müstəmləkə dövründə Belçika tərəfindən idarə edilib. Müstəqillikdən 10 illiklər keçməsinə baxmayaraq, həmin dövrə görə tarixi məsuliyyət, tanınma və təzminat məsələləri beynəlxalq gündəmdə qalır. Bakı təşəbbüs qrupunun təşkil etdiyi konfransda Konqo Demokratik Respublikası, Ruanda, Burundi, Mərakeş və Cənubi Afrikadan olan rəsmilər və ekspertlər, həmçinin BMT nümayəndələri iştirak edir. Görüşdə Belçikanın müstəmləkəçilik dövründə baş verən hadisələrə görə məsuliyyəti, rəsmi üzür, təzminatlar və mədəni irsin geri qaytarılması məsələləri müzakirə olunur. İştirakçılar həmçinin Belçikanın müstəmləkə tarixinə aid arxivlərə çıxışın genişləndirilməsi, insan qalıqlarının və tarixi artefaktların geri qaytarılması, eləcə də təzminatlarla bağlı beynəlxalq mexanizmlərin yaradılması məsələlərini müzakirə edirlər. Bakıda keçirilən konfransda iştirakçılar tarixi ədalətin təmin olunması və müstəmləkəçilik irsinin nəticələrinin aradan qaldırılması üçün konkret addımların atılmasının vacibliyini vurğulayırlar.